Vişne çıxandan düz 5 dəfə bunu hazırlamışam. İzləyicim sağ olsun, resepti ilə mənimlə paylaşdı. 350 qram un var. Yağ əlavə edirəm. Rəndələyirəm. İndi isə ikisini bir yerdə qəşəng qatışdırıram. Qoyuram kənara. 2 yumurtanın sarısı bizə lazımdır. Üzərinə şəkər əlavə edirəm. Soda. Şəkər əriməlidir. Tam ərimir onsuz da. İndi isə süd əlavə edirəm. Qatışdırdım. Dökürəm onun üzərinə. Qatışdırırıq. Əlimlə yaxşıca bunu yoğururam. Unun tam dəqiqliyi ilə, yəni bu resepti hazırlasaz, onda idealni super xəmir alınır. Əlavə un lazım olmayacaq. Baxın, bu şəkildə hələ biraz da yoğuracağam. Belə qəşəng xəmir alındı. İndi mən bunu aparıram soyuducuya, qoyuram krokun içinə. Soyuducuda yarım saat saxlayıram. 600 qram vişnənin tumlarını çıxartdım. Üzərinə şəkər, qarğıdalı nişastası. Qramların video aşağısında paylaşacağım həmişə olduğu kimi. Bəyəndinizsə videomu like edin, abunə olun ki daha da böyüyək. Bir az su əlavə edirəm və aparıram qaza. Qəşəng olur, jile kimi alınacaq. Qarışdırdım. Baxın, rəngi çox superdir. Baxın, pık-pık eləyir. Deməli, hazır oldu. Xəmiri soyuducudan götürdüm. Üstü üçün, bəzək üçün biraz xəmir götürürəm. Bu qədər. Qoyuram kənarda. Bu xəmiri isə yerdə açıram. Biraz unlayıram, yapışmasın. Sonra açanda ola bilsin ki, belə ayrılsın. Çünki yağlı xəmirdir, problem deyil. Yağlayıram kərə yağı ilə. Xəmiri asta-asta götürürəm. Əlimizlə otuzdururuq belə. Artıq qalan xəmirləri kəsirəm. Belə, bu şəkildə. İndi bunun içinə içliyi tökürəm. Xəmiri yılqalamaq lazımdır. Çox süperdir. Sobanı yandırmaq lazımdır. 180 dərəcədə. Yağları kəsdiyim, kənarda saxladığım xəmiri onu yayıram. Baxın, belə kəsdim. Diqqətlə baxın ki, indi göstərəcəm sizə necə doğru və düzgün və rahat şəkildə üzərini bəzəyəcəm. İçinə bunu qoyuram belə. İndi isə 1-i, 2-i və 5-cini. Bu şəkildə də davam edirik. Qalan xəmirləri kənarından kəsib götürürəm. Biliş, gecikdim. Bax, nə qəşəngdir. Hazırladım. Aparıram sobaya. 180 dərəcədə 25-30 dəqiqəyə hazırlanacaq. Hər kəs öz sobasına görə ayarlasın. Rəngləri, dadı, evdə vişnəmiz varsa gedin bunu hazırlayın. Çox sevəcəksiniz. Siz də hazırlayın. Nuş olsun.